MS Word 2019'da bütün sənəd necə seçilir? İndi bütün sənədin seçilməsi görək necə baş vermiş olacaq, ümumi olaraq danışmış olaq. Ctrl düyməsi basılı saxlanılaraq qeyd olunmaz olaq. Qeyd olunmaz olağı sol zolaq kimi götürülür əsasən. Mouse'un sol düyməsini bir dəfə vurmalıdır. Baxın, Ctrl düyməsini basılı saxlayıram. Hətta burada on screen keyboard açacağım ki, rahat siz də görmüş olun. İndi baxın, Ctrl düyməsini basılı saxlayıram indi. Və bir dəfə də mouse'un sol klikini vururam. Bütün mətn seçilmiş oldu. Bütün hamısı seçilmiş oldu. Deməli, 1 tamamilə doğrudur. 1-i işarələyəcəyik doğru kimi. Ona görə gəlirəm bir dənə 1-i belə qızardıram. Sonra gəlirəm növbəti. Ctrl düyməsi basılı saxlanaraq cümlənin içində mouse'un sol düyməsi ilə bir dəfə vurmalı. Ctrl düyməsini basılı saxlayıram və mouse'un sol kliklə bir dəfə vuranda həmin cümləni bir növ seçmiş olur. Nöqtəyə qədər olan cümləni seçmiş olur. Yəni 2 sırf cümləni seçir deyə 2-ni atdım. 3-ə gəlirəm. Bəs bu 3-dəki element nədir? 3-dəki nə deməkdir? Ctrl A-ya basa qaytaraq əvvəlkinə. Və 4 dəfə seçəndə F8-i 1, 2, 3, 4 bizdə abzas seçilir. 5-ci səfər basanda bütün mətn seçilmiş olur. Yəni 4 dəfə seçəndə sadəcə abzası seçmiş olur. Bəs digərləri ümumiyyətlə bir dəfə basanda nə baş verir, 2 dəfə basanda nə baş verir? Bir dəfə basanda heç nə olmur. 2 dəfə basanda sözü seçir, 3 dəfə basanda cümləni seçir, 4 dəfə basanda abzası seçir, 5 dəfə basanda bütün mətni seçir. Yəni 3-ün olmama səbəbi bizdə 4 dəfə yazmaqda o abzası seçir deyədir. Ctrl A klavye işlər kombinasiyasını sıxmaqla bunu zaten hər birimiz bilirik. Ctrl A-ya basanda bütün hər bir şey seçilmiş olur. Ona görə 4-ü işarələyirik doğru kimi. Qeyd olunmaz zolağında mouse'un sol düyməsini 3 dəfə vurmaqla. Qeyd olunmaz zolağına gəldim və mouse'un düyməsini 3 dəfə vuranda nə olur? 1, 2, 3. 3 dəfə vuranda baxın bütün mətn həqiqətən seçilmiş oldu. Deməli 5 də doğrudur. 5-ə də gəlirik, bir dənə qızartı vermiş oluruq. Sonra gəlirəm, sənəd içərisində shift düyməsini basılı saxlayıb klaviaturadan A düyməsini sıxmaqla. Sənəd içərisindəyim, shift düyməsini basılı saxlayıb A eləyirəm. Sadəcə A hərfini böyük rejimə salmış oldu. Və 6 da deməli səhvdir və gəlirik 7-yə. Kursoru sənədin əvvəlinə gətirərək klaviaturadan shift, ctrl, end düyməli kombinasiyasını sıxmaqla. Kursoru sənədin əvvəlinə gətirdim. Klaviaturadan shift, ctrl-ı basılı saxladım və burada end düyməsi var. Endi basanda dostlar, həqiqətən baxın, bütün mətn seçilmiş oldu. Deməli, bu da doğrudur. 7-ni də doğru kimi götürürük. 7 də doğru götürüləndən sonra görürəm ki, doğrularımızın sayı oldu 1, 4, 5 və 7. Yəni, cavab 1, 4, 5, 7 D variantı olacaq. Keçirik növbəti suala 28-ə. Disk defragmenter, dostlar. Defragmenter sözünü görəndə deyirdik ki, yadımıza optimallaşdırma və yaxud da fragmentasiyanın azalması düşməlidir. Biz bilirik ki, o, diskdəki məlumatları, faylların o qalıqlarını, ümumiyyətlə, faylların özünü o klasterlərdə hətərəm-pətərəm düzülmüş hissələrini çalışdığı qədər optimal halda diskə yerləşdirmiş olur və ona görə diskin optimallaşdırması üçün istifadə olunur, 1-ə A gəlir. Backup. Backup deyəndə dostlar yedəkləmə, yəni nüsxələmə, ehtiyat surəti yaratma yadımıza düşməlidir. Ona görə 2-yə B gələcək. 3-ə scan disk. Scan sözü telefonlarda da eləyirsiniz dostlar. Bir növ analiz eləmə, nə isə axtarıb tapmağa çalışır. Səhvləri aradan qaldırmağa çalışır. Ona görə 3-ə C gələcək. Drive space, zaten space boşluq deməkdir. Deməli, diskin informasiya tutumunu artırmağa, boşluqları idarə eləməyə fokuslanır. Ona görə 1A, 2B, 3C, 4D elə A variantı bizdə uyğun gələcək bu sualın cavabı kimi. Gəlirəm 29 nömrəli suala. Sənəddə seçilmiş fragmenti gizlətmək üçün Home tabının hansı lent qrupundan istifadə etmək olar? Dostlar, yadda saxlayın, hər hansı bir fragmenti gizlətmək istəyiriksə, məsələ bu sualın özün bu hissəsini gizlədim. Mən gəlməliyəm Home-da font tabına, fontun həmin o Home tabındakı font lent qrupuna və yaxud da klaviaturadan Ctrl D deyirlər buna. Yəni Home tabında font lent qrupuna gələndə bu balaca oxa basanda dostlar, açılır belə bir pəncərə. Bu pəncərədə bizdə bir dənə böyüdəcəm ki, rahat görün. Bizdə bu pəncərədə var hidden. Həmin bu hidden-a basan kimi dostlar, bizim o hissə fragment gizlənmiş olacaq. Bəs gizlikdən
necə çıxara bilərəm? Təbii ki, Ctrl Z eləsəz əməliyyatı ləğv eləyər və yaxud da bu P düyməsinə basarsınız, gizlənmiş elementləri göstərir və buranı təzədən seçərsiniz, bu hissədən gələrsiniz, yenidən bu hidden'ı aradan çıxarmış olarsınız. OK eləyərsiniz və bu şəkildə o gizlikdən çıxmış olacaq. Deməli, cavab kimi nə götürdük əslində biz? Baxdıq ki, cavab kimi biz fontdan həll eləmiş olduq bunu. Ona görə cavabımız font olacaq, yəni D variantı. 30 nömrəli sual. Deyir ki, 60 MB tutuma malik fail müəyyən mübadilə kanalı ilə saniyədə 1500 kilobit böl saniyə sürətlə ötürülür. Bu zaman ərzində 2100 kilobit böl saniyə sürətlə digər mübadilə kanalı ilə neçə megabayt tutuma malik fail ötürmək olur? Ümumiyyətlə yadda saxlayın. Bu tipli suallar üçün belə bir ipucu deyimsə, əgər sizdə hər hansı bir sürət məsələsi, sürət varsa, tənasüb qurmaq ən idealdır. Baxın, gəlirəm, yazıram burada özümdə belə. Deməli, fikir versəz, bizdə 1500 kilobit sürətlə 60 megabayt tutumluq bir fayl ötürülmüş olur. Və eyni zaman daxilində deyir ki, 2100 kilobit sürətlə neçə megabayt tutuma malik fayl ötürmək olur. Yazacaqsınız ona görə 2100-ə də x. Bu qədər. Yəni tənasüb qurursunuz. X-i də tapmaq üçün bilirsiniz ki, çarpaz olanlar bir-birinə vururuq, bölürük 1500-ə. 2100-ü vururuq həmin 60-a, bölürük 1500 qiymətinə. İndi dostlar, burada bunun ikisi 0, bu 2 0-a gedir. 60 15-ə böləndə 4, 4 vurulsun 21 verəcək bizə 84 cavabını. Yəni cavab kimi A variantını götürmüş olacaq. Keçirik 31 nömrəli suala və mənim ən bəyəndiyim sual tiplərindən biridir. Deyir, mətn prosesində aşağıdakı mətn yığılıb. Deyir ki, convert text to table, yəni mətni cədvələ çevir. Dialoq pəncərəsi əmrin yerinə yetirməsindən sonra alınan cədvəlin ikinci sütunu hansı olar? Ayrıcı simvol kimi də nöqtə vergül simvolundan istifadə edilib. İndi dostlar, nöqtə vergül ayrıcı simvolsa, deməli biz nöqtə vergülə görə burada hərəkət etməliyik. O səbəbdən dostlar, gəlirəm. Nöqtə vergül, ilk nöqtə vergüllərin sol tərəfi olacaq bizdə dostlar, bizim birinci sütunumuz. Deməli, birinci sütum olacaq tələbə, Seymur Kimya, Aydın, Günay Rəhman. Yəni nöqtə vergüllərə görə getdim. İkinci nöqtə vergüllərə gedəndə görürəm ki, ikinci sütunda nöqtə vergül yoxdur. Ona görə o elə bizdə ikinci sütunun tərkibində gedəcək. İkinci sütunun bax burada biologiyanın yanında, burada tarixin yanında, fizika 5-in yanında da nöqtə vergül yoxdur. Amma başqa nöqtə vergül görmürəm deyə bunu da məcbur biz ikinci sütun kimi götürürük. Yəni imtahan 2, biologiya, tarix, fizika 5 olacaq. Və üçüncü sütuna da qalacaq qismət, boşluq, 4, boşluq, boşluq şəklində. Yəni hətta bunu həqiqətən gəlin çevirək biz mətnə cavab kimi, yəni orada C variantı deyəsə normaldır. Məsələn, bunu mən mətni cədvələ çevirim, convert text to table edeyim. OK eləyim. Həqiqətən baxın, imtahan 2, biologiya, tarix, fizika 5 bir arada oldu. Qiymətlə 4 isə bizim ən sağ tərəfdə yerləşmiş oldu. Tam istədiyimiz kimi bir növ icra olundu. Ona görə biz burada cavab kimi C variantını doğru götürəcəyik. Gəlirik C-ni bir dənə dairə eləyirik və keçirik növbəti sualımıza. 32. Onluq say sistemində verilmiş 210 plus 805 plus 15 ifadəsinin qiymətinin ikili say sistemindəki yazılışında bir rəqəmli say neçədir? Təbii ki, 2-nin qüvvətlərə parçalama varsa, biz də elə burada 2-nin qüvvətlərə parçalama üsulundan istifadə edib ikili say sisteminə çevirməyə çalışacağıq, oradan tapacaq. Və buradan təbii ki, bir qayda da müəyyənləşdirmiş olacaq, özümüz bir həll eləyərik. İndi 210 plus 805 plus 15 var. 210 zaten 2-nin qüvvəti şəklindədir. 805-i çevirməyə çalışaq. 805 bərabərdir dostlar. 8 bilirəm ki 2 üstü 3-dür. 2 üstü 3 üstü 5. Və bilirəm ki qüvvətin qüvvəti vurmaq deməkdir. Yəni bu eləyir 215. Bu 2-nin qüvvəti oldu, bu da 2-nin qüvvəti oldu. Qaldı bir dənə 15-i 2-nin qüvvətlərinə parçalama. 15 dostlar 8 plus 7 deməkdir. 8 2-nin qüvvəti kimi göstərildi, 7-ni parçalayaq. 7 4 plus 3 deməkdir. 3-ü də parçalasaq 2 plus 1 deməkdir. Fikir versəz 2-nin qüvvətlərinə parçaladıq. Yəni ümumilikdə bu cəm oldu 210 plus 215 plus 15-in yerinə də 8 2 üstü 3'dür. 2 üstü 3 plus 4 2 üstü 2'dir. 2 üstü 2 plus 2 2 üstü 1'dir. 2 üstü 1 plus 1 də 2 üstü 0'dır. 2 üstü 0. İndi dostlar ən böyük qüvvət 15 görürük. Deyirdik ki 15-dən başlayırıq geriyə saymağa. 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5,
4, 3, 2, 1 və 0. Və kimləri görürəm? 15-i görürəm, altına 1 yazıram. 10-u görürəm, altına 1 yazıram. 3'ü görürəm, altına 1 yazıram. 2'ni görürəm, altına 1 yazıram. 1'i görürəm, altına 1 yazıram. 0'ı görürəm, altına 1 yazıram. Digərlərini görmürəm deyə, digərlərin altına sıfırları bu şəkildə yazmış oluram. Və dostlar, birlərin sayı 1, 2, 3, 4, 5, 6 dənə olacaq. Amma hər dəfə birlərin sayını soruşanda durub belə yazmanıza gerek yoxdur. Burada neçə dənə ədəd görürsünüz parçalanmış? 6 dənə. Biz də zaten elə burada birlərin sayını neçə tapdıq? 6. Deməli elə cavab kimi 6 götürəcəksiniz. Yəni 2'nin qüvvətlərini parçalayandan sonra neçə dənə 2'nin qüvvəti görürsünüzsə, onun sayı elə sizə birlərin sayını vermiş olacaq. Gəlirik 33 nömrəli suala dostlar. Windows 10 əməliyyat sistemində Windows Administrative Tools alətlər bölməsində hansı proqramlar var? Ən rahatı belə yadda saxlayın. Administrative Tools servis proqramlarını özündə əhatə edir. Yəni məsələn siz bu sualı həll eləmək istəyirsinizsə, yəni servis proqramları nələr idi, hansılar idi onu bilsəz, zaten cavabınızda çıxmış olacaq. İndi burada servis proqramlarını ayırmağa çalışsaq. Steps Recorder standart proqramdır. Bunu atdım. Disk Cleanup servis proqramlarından biri idi. Diski təmizləmək üçün idi. Sonra dostlar, yəni 2'ni rahat şəkildə seçmiş olduq. 33 belə üçüncüsü Task Scheduler. Bizim həmin o servis proqramlarından biridir. Administrative Tools bölməsində rahatlıqla görünə biləcəklərdən də biridir. Notepad bizim tətbiqi proqram sayılmış olacaq və standart proqram sayılır. Windows'un standart proqramıdır. Eyni şey Snippet Tool üçün də keçərlidir. System Information dostlar servis proqramlarından da sistem haqqında məlumatları göstərir. Defragment and Optimize Drivers isə bilirik ki, defragmentlaşdırma işini görürdü. Yəni cavab kimi 2, 3, 6, 7 götürülmüş olacaq. Gəlirəm növbəti 34 nömrəli suala. Bir dənə hər ehtimal yoxlayım, recording yazılırmı? Bəli, yazılmış olur. Əla. Doğru mülahizələri müəyyən edin. Skaner qrafiki informasiyanı kağız üzərində çıxaran qurğudur. Dostlar, skaner kağızda olan məlumatı kompüterə daxil eləmək üçün istifadə edilir. Yəni bir səhvdir. Bu işi görən isə dostlar bir növ bizdə printer və plotterlərdir. Biri atdım, biri atandan sonra baxın C, Y, B getdi rahatlıqla. Monitor ancaq mətn tipli informasiyanı ekranda əks etdirən qurğudur. Sadəcə mətni əks etdirmir. Məsələn, televizora baxırsınız. Mətndən başqa demək olar hər şey görürsünüz. Deməli, səhvdir. Sistem bloku fərdi kompüterin əsas qurğularından biridir. Bəli, monitor, sistem bloku və klaviatura ən əsas hissəsidir. Printerlə iş prinsipinə görə əllə işləyən handheld və storage desktop olurlar. Xeyr dostlar, bu skanerin növləridir. Printerlər zərbli və zərbsiz olurlar. Mikrofon səs informasiyasının kompüterə daxil edilməsini təmin edən giriş qurğusudur. Bəli, tamamilə doğrudur. Keş yaddaşı, əməl yaddaşı müraciəti sürətləndirmək üçün istifadə edilir. Bəli, deyirdik ki, əməl yaddaşı müraciəti gücləndirir, onu sürətləndirmiş olur. Və cavab kimi 3, 5, 6 A variantını çıxarmış olduq. Keçirik 35-də. Word 2019 mətn prosesinin aşağıdakı hansı görünüş rejimində üfüqi xətkeş görünmür? Görünmür deyir. Dostlar, biz bilirik ki, sonu 2T ilə bitən print layout. Bax, sonu 2T ilə bitir. Sonu 2T ilə bitənlərdə hər iki xətkeş var. Şaqili də, üfüqi də. Atdıq. Sonunda 1T olanlarda yalnız bir xətkeş görünür. Draftdan və layoutdan söhbət gedir. Və onlarda sadəcə üfüqi xətkeş olur. 3'ü də atdıq. 5'i də atdıq. Çünki üfüqi xətkeşləri var. Amma sonunda T olmayanlar, outline və read modda heç bir zaman xətkeş görünməyəcək. Ona görə cavab kimi 2, 4'ü göstəririk. İndi gəlin yoxlayaq. View'ya gəldim. Print layoutda baxın üfüqi xətkeş var. Web layoutda üfüqi xətkeş var. Və draftda üfüqi xətkeş var. Amma outline'a gəlirəm. Xətkeş yoxdur. Və read moda gəlirəm. Read modda da dostlar hər hansı xətkeş filan görmüş olmuruq. Deməli cavab kimi rahat bir şəkildə 2, 4'ü götürmüş olacaq. İndi 2, 4 idi təbii ki cavab. D variantı bəli. Yəni 36 nömrəli sualı onda keçid eləyə bilərik dostlar. Aşağıdakılardan hansılar budaqlanan alqoritmə aid edilə bilər? İndi baxın. Budaqlanan alqoritm deyirsə, deməli burada müəyyən bir şərt məcburi olmalıdır ki, yəni biz mütləq şəkildə şərtə ehtiyac duymalıyıq ki, budaqlanan alqoritmdən söhbət gedə bilsin. Baxın, birinci sualda hər hansı bir bizim bir şərtə ehtiyacımız yoxdur. Səbəb nədir desək? Çünki görürük ki, dostlar bizdə bölmə əməliyyatıdır, 5'ə bölmədir. Və x-2 də
istənilən qiyməti ala bilər. Hər hansı bir şərt qoymağa ehtiyac yox. Yəni x-ə mənfi ver, müsbət ver, 0 ver, həqiqi ədəd ver, həqiqi olmayan ədəd, rasional ədəd ver, rasional olmayan ədəd ver. Yəni bütün həqiqi ədədlərin hamısını almış olur. O səbəbdən dostlar 36-da 1-də budaqlanan alqoritmə ehtiyac yoxdur. Yəni 1 olan variantları atarıq. 2-də isə dostlar 3-ü mən x-6-ya bölürəm. Bilirəm ki x-6 sıfıra olma ehtimalı olan bir qiymətdir. X-6-nı sıfıra bərabərləşdirsəm, deməli x-in 6 qiymətində bizim həmin bu alqoritm sıfıra bölünmüş olacaq. Biz də deyirik ki sıfıra bölünmə yoxdur. Ona görə 2-ni götürmüş oluruq. Şərt verməliyik ki budaqlanan alqoritm üçün həmin bu x6-dan fərqlidir. 3. Baxın, bizdə belə bir kökaltı ifadədir və 5-ci dərəcədən qüvvətdir. Biz bilirik ki, tək dərəcədən qüvvətlərdə hər hansı bir şərtə ehtiyac yoxdur. Ona görə dostlar, bunda şərtə ehtiyac olmadığına görə 3 atırıq. 3 atsaq elə cavab kimi B variantı sürətli olaraq çıxır. Amma 4-ə baxaq. 4 niyə səhvdir? Cüt dərəcədəndir, ikinci dərəcədən kök deməkdir. X plus 9. Bunun mənfi olma ehtimalı da var axı. Məsələn, x-ə mənfi 10 versəm, bilirəm ki, bu ifadə olacaq. Mənfi 10 plus 9 kök altında mənfi 1. Biz də deyirik ki, kök altında mənfi qiyməti yaza bilməz. Ona görə şərt verməliyik ki, x böyük bərabərdir mənfi 9 qiymətindən. Ona görə 4-də müəyyən şərt var. Eşə 5 üçün də keçərlidir. Çünki x kvadratına biz minus 4, x kvadrat minus 4 yazıb, x kvadratın elə bir qiymət alarıq ki, 4-dən kiçik olar və mənfiləşir. Məsələn, x kvadratı olsa tutaq ki, 2, 2 minus 4, kök altında mənfi 2 olacaq və müəyyən bir şərtə ehtiyacımız olacaq. Ona görə 2, 4, 5 doğru cavab kimi götürülür. Gəlirəm 37 nömrəli suala. Doğru variantı seçin. Viruslar deskriptiv imkanlarına görə rezident və qeyri-rezident olur. Xeyr dostlar, destruktiv imkanlarına görə biz deyirdik ki, zərərli olanlar, yəni ziyansız, təhlükəli, təhlükəsiz, çox təhlükəli. Bu şəkildə olanlar var. 4 dənədir. Ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli. Bu 4 dənə bizim növümüzdür. Amma rezident və qeyri-rezident bura aid edilmir. Evdora web səhətlərə baxış proqramıdır. Evdora elektron poçt proqramıdır dostlar. Yəni B variantında atdıq. Clipper elektron təqdimatların hazırlaması və redaksiyası üçün istifadə olan tətbiqi proqramıdır. Xeyr, Clipper verilənlər bazasına işləmək üçün istifadə edilən proqramdır. Windows 3.0 əməliyyat sistemində xeyr, əməliyyat örtüyüdür. Style lüğət proqramıdır. Bəli, Style lüğət proqramıdır. Uyğunluğu müəyyən edin. Tətbiqi proqram hansıdır, sistem hansıdır, instrumental hansıdır? Bircə, tətbiqi proqramdır, mühasibat proqramıdır. A-nı yazdıq bura. Assembler proqramlaşdırma dilidir, instrumental proqramdır. Libet, dostlar, bizdə elektron poçt proqramlarından daha biri. Linux, bizdə sayılacaq sistem proqramı, yəni D-ni buraya yazacağım. Və MS-DOS, o da sistem proqramıdır, əməliyyat sistemidir. Və 1AC, 2DY, 3B. Variant kimi 38-ə uyğun gələcək B variantı. 38-də belə yazdıq. Gəlirəm 39 nömrəli suala. İndi 39-da deyir ki, tutumu 9 kilobayt olan klasterə 3 kilobaytlıq neçə fayl yerləşdirmək olur. Biz yadınızdasa deyirdik ki, bir klasterimiz nə olur olsun mütləq şəkildə yalnız və yalnız tərkibində bir dənə fayl və yaxud da fayl hissəsi yerləşdirmiş olacaq. Yəni tutumu 9 kilobaytlıq bir klasterimiz var. 3 kilobaytlıq fayl bunun bir qismini tutdu. Deyə bilərsə, müəllim, boş yer qalıb da gəlsin ora keçid eləsin digərlər. Xeyr, elə şey yoxdur. Burada hər bir klasterə bir faylın hissəsi ünvanlanmış olur. Və yaxud da bir fayl ünvanlanmış olur. Ona görə siz burada birdən artıq hər hansı bir faylı görə bilmərsiniz. Gəldik, Unicode kodlaşdırmasında 16 səhifəli mətin yaddaşda 216 bayt yer tutur. Hər səhifədə 32 sətr olarsa, bir sətirdə neçə simvol yerləşir. Yadınızdadsa deyirdik ki, həcm düsturunu bilmiriksə, sadəcə bunu yadda saxlayın. Bütün anlayışlar bir-birinə vuranda həcmi verir. Yəni, həcmimiz bərabərdir. Bütün anlayışlar nə var? Səhifə var, sətir var, bir də sətirdəki simvol, bir də əlifba. Səhifə vur, sətir vur, simvol vur, bir simvolun həcmi. Əlifbamızdan çıxan o bir simvolun həcmi. Unicode deyir deyə biz bilirik ki, bir simvolun həcmi 2 bayt. Səhifə deyir 16-dır, 2 üstü 4-dür. Yazırıq bura. Sətir deyir 32-dir, 2 üstü 5-i yazırıq bura. Simvol sayını soruşur, x-i qoyduq. Həcmdə 216 bayt verib, həcmi də yazdım 216 bayt şəklində. Hər iki tərəf baytdır deyə bayt sözlərini silirəm, elə ədədlərini hərəkət eləyək. X bərabər olacaq nəyə? Baxın,
Burada 2 üstü 16'dır. Gəlir yuxarıya surətə. Burada da 2 üstü 4, 2 üstü 5, 2 üstü 9. Bu da 2 üstü 1, 2 üstü 10. 2 üstü 16'nı 2 üstü 10'a böləndə verəcək bizə 2 üstü 6'nı, yəni 64 cavabını. Cavab olaraq A variantını götürürük. Yenə qısaca üzərindən keçirəm. Həcmi tapmaq istəyirəmsə bütün anlayışlar bir-birinə vurulmalıdır. Həcmi verib 2 üstü 16 bayt. Sonra digərlərini yazırıq. 2 üstü 4 vur, 2 üstü 5 vur, 2 bayt. Bunlar 2 üstü 10 bayt edir. Yəni 2 üstü 10 bayt vurulsun x burada, 2 üstü 16 bayt burada. X'i tapanda biz hasilimizi bölməliyik buradakıların bir növ hasilinə. 2 üstü 16 bayt bölürəm digərlərinin özünə. 2 üstü 16 böləndə 2 üstü 10'a verəcək. 2 üstü 6'nı o da 64 demək olur. 41'də deyir ki, terabaytın 2'də 1 hissəsinə ibarət məlumatdan neçə bayt informasiya var? Dostlar, bunu təbii ki, ən rahat hesablamaq istəyirsə, birinci 1 terabaytın özünü neçə bayt olduğunu tapaq, sonra da onun 2'də 1 hissəsini müəyyənləşdirək. 1 terabayt neçə baytdır? Biz bilirik ki, terabaytdan bayta yolumuz necədir? Terabaytdan sonra gəlir gigabayt, gigabaytdan sonra gəlir megabayt, megabaytdan sonra gəlir kilobayt və sonra isə gəlir bayt. Və görürük ki, burada bayt və bit arasında əlaqə yoxdur. Çünki bayt və bit arasında əlaqə 2 üstü 3'dür. Amma qalan hamısı arasında əlaqə nə idi? 2 üstü 10 idi. Ona görə oxların üstünə rahatlıqla yaza bilərəm 2 üstü 10'ları. 2 üstü 10 burada, 2 üstü 10 burada, 2 üstü 10 burada, 2 üstü 10 burada. Və dostlar, böyük ölçü vahiddən kiçiyə doğru gedirik. Böyükdən kiçiyə gedəndə vurma istifadə edirik. Biri vuram 2 üstü 10'a eləyir 2 üstü 10 gigabayt. Bunu da 2 üstü 10'a vuranda eləyir 2 üstü 20 megabayt. Vuranda 2 üstü 10'a eləyəcək 2 üstü 30 kilobayt. Vuranda 2 üstü 10'a eləyəcək 2 üstü 40 bayt. Dostlar, bu bizim 1 terabaytın öz həcmidir. Amma bizdən 1 terabaytın hansı hissəsini istəyirik? 2'də 1 hissəsini. Deməli 2 üstü 40 bayt almamışam. 2 üstü 40 baytı vurmalıyam 2'də 1'ə. Həmin o 1 terabaytın 2'də 1 hissəsini tapmaq üçün. 2'də 1 də nə deməkdir? 2 üstü 40 bayt vurulsun. Bu 2 üstü 1'dir. Bölünsün 2 üstü 1. 2 üstü 40'ı 2 üstü 1'ə böləndə verəcək bizə 2 üstü 39 cavabını. Cavab olaraq A variantı götürmüş olur. Keçəm 42'ə. Kompüter virusdan daha səmərəli mühafizəsi üçün aşağıdakı hansı üsul daha yararlıdır? Təbii ki, ağla ilk gələn şey Windows Defender və yaxud da antivirus proqramı varsa, antivirus proqramının bir növ istifadəsi kömək eləyər. Müxtəlif oyunlar və digər proqramlar quraşdırmamaq. Dostlar, yəni hər hansı bir şeyin quraşdırmaması, yəni sonradan artıq hər hansı bir təsir eləmir və bir də düzgün yerlərdən yükləsəz, yaxud da hər hansı özünüz alsaz, cracklər və s. istifadə eləməsəz, təbii ki, hər hansı bir problem olmayacaq. İnternetdən istifadə etmək, internetdən düzgün şəkildə istifadə edəndə, bəli, yəni heç bir problem olmur, amma o mühafizə ilə əlaqəli deyil. İnternetdən elə istifadə edərsən ki, virus düşər kompüterinə. Elektron poçta daxil olan qoşma fayllara baxmamaq. Dostlar, yəni o da təsir, yəni mühafizə ilə əlaqəli deyil, baxmamaq, yəni bir yerdə təsir eləyə bilər, amma bəzi qoşma fayllar var ki, heç bir təsiri yoxdur. Yəni hər hansı bir virus filan kompüterə vermir. Yəni bir də mühafizə deyil, qorunma deyil. Yəni ona görə onun D variantının bununla hər hansı bir əlaqəsi yoxdur. Kənar disklərdən birbaşa istifadə etməmək, elə kənar disklərdən istifadə edərsən ki, onlar gül kimi olar, tərtəmiz olar və rahatına istifadəni etmiş olarsan və ehtiyacımız da olur. Məsələn, kimsə kənar xarici yaddaş qurğularından istifadə eləyir, yəni ehtiyacı var ona görə yəni sırf bunlar üçün, virusla mühafizə üçün elə şeylərdən istifadə etməmək təbii ki, məntiqsizdir. Amma antivirusdan istifadə eləmək isə ən məntiqlisidir. Yəni antivirusdan istifadə edirsənsə, o sənə açıqdırsa əslində bir növ məlumat verəcək ki, kompüterində zərərli proqram var ya yox. 43. Y bərabərdir x plus 4, x sonra y minus 7 olub, sonra deyir y bərabərdir x plus y. Deyir, bu alqoritmi yerinə yetirməsi nəticəsində y 17 qiymətini alıb. Alqoritmi yerinə yetirməsinə qədər olan x-i tapın. Yerinə yetirilmə nəticəsində y 17 alıb. Deməli, bu y 17 qiymətini alıb. Alqoritm yerinə yetirməsinə qədər, yəni ilk x-in qiymətini soruşur. Bizdəki bu x-in qiymətini soruşur. Gəlin dostlar, çaşmamaq üçün o x-i əvəzləyək a ilə. Sonra a-nı tapandan sonra gəlib orada yerinə qiyməti qoyarıq. Bu x-imiz olsun, bizdən soruşan x olsun a. İndi y bərabərdə a plus 4-ə. Gəlirəm a plus 4-ü rahatına buradakı y-in yerinə qoyaram. Qoyanda baxın a plus 4 qoyuram bunun yerinə. Minus 7. Verəcək bizə nəyi? Təbii ki, a çıxılsın 3-ü. Deməli, baxın, y-in yerində a plus 4, bu x-in yerində oldu a minus 3. Aşağıda gəlib bu hissədə yerləşdirə bilərəm. 17 bərabərdir.
X'in yerində A minus 3. Y-in yerində A plus 4. Yerləşdirəndə görürəm ki, 2 dənə A mənfi 3 dənə də 4-ün cəmi 1 eləyir. 2A plus 1 bərabər olur nəyə? 17-yə. İndi 2A'nın üstünə 1 gəlbər 17 eləyib. Deməli 2A neçəymiş? 16 imiş ki, 16 plus 1 17 eləyib. 2A 16-dırsa, A da neçə olmalıdır? 8. İndi biz A-nı 8 tapdıq. Gəlib burada yerinə qoyanda X deməli neçə oldu? 8 oldu. Cavab oldu Y variantı. 44. Prosesorun əsas parametrləri, xəssələri, xüsusiyyətləri hansıları idi? 5 qardaş idi yadımızdadırsa. Deyirdik ki, ilk olaraq bizim var tak tezliyimiz. Elə seçirik. Sonra bizdə var mərtəbəlilik, işçi gərginlik, daxili keş yaddaşının tutumu və bir də təbii ki, nə demişdik? Bizim əmrlər toplusu. 3, 4, 6, 7 cavabımız çıxır. Bəs digərləri nədir? Piksellər, nöqtələrin sayı monitorla əlaqəlidir. Diaqonal ölçüsü monitor, müdafiə dərəcəsi, kadrların əks olma tezliyi monitorla əlaqəlidir. Yəni 1, 5, 1, 2, 5, 8 bir növ monitorun xarakteristikalarıdır. 45. Faylın tam adının düzgün yazılışını göstərin. Biz bilirik ki, faylın tam adı və yaxud da ona yol deyirlər. İlk olaraq qurğu ilə, disklə başlamalıdır. Burada da qurğu görəm 2-dədir. Ona görə deməli F qoşa nöqtə bu şəkildə ilk olaraq gəldi. 2 gəlmiş oldu. Sonra da 2 ilə başlamayan variantları atıram. 2-dən sonra görəm A variantda 6 gəlir, C ilə Y-də 3 gəlir. Birinci 6-nın gəlməyinə baxsaq, burada EHM-ni olduğu kimi yazsam bu formaya gəlir. Dostlar, bizdə hər hansı belə bir qoşa drop işarəsi olmurdu. Ona görə deməli 2-dən sonra 6 gələ bilməz. O səbəbdən A-nı da atıram, qalır 2-dən sonra 3 gələcək. Yəni informatika mütləqdir. 2-dən sonra informatika sözü gəlir. Info yazacağım, bilin ki odur. Və drop işarəsi olur. İndi buradan olduğu kimi köçürdük bura. Yəni 2-dən sonra 3 gəldi. İndi baxıram ki C-də 3-dən sonra 4-dür, Y-də 3-dən sonra 5-dir. Görə indi hansı daha doğrudur. İndi C variantını yoxlamaya çalışsam 3-dən sonra 4. Baxıram magistratura gəlir. Yenə drop işarəsi sonra magistratura sözü gəlir. Amma 2-dən drop gəldi yəni. Bu da mümkün deyil deyə deməli dostlar 3-dən sonra 4 gələ bilməz. 5 gələcək. İndi 5 gəlsə testləri yazdıq bura. Testlər. İndi testlər gəldi. Bu oldu 5. Sonra kim gəlib? Görürəm ki 4 gəlib. Görürəm ki magistratura gəlir sonra. Drop, mag. Və arxada drop yoxdur. Elə bu şəkildə dayanmış olur. Sonra 6 gəlir. 6 EHM-dir. Drop EHM. Və son olaraq dostlar bu 6 ən sonda da 1 gəlib. 1-də də görürəm ki .docx yazıb. .docx. Həqiqətən tamamilə doğru bir faylın tam adıdır. Yəni cavab kimi Y variantı olacaq. Gəlirik 46 nömrəli suala. Hansılar düzgün fayl adıdır? Dostlar biz bilirik ki Windows əməliyyat sistemində faylın adında istifadə edilə bilinməyən simvollar və sözlər var idi. İstifadə edilə bilinməyən simvollar nələr idi? Ulduz, dırnaq işarəsi, droplar, çukurun işarəsindən yadda saxlayırdıq. Böyük kiçik işarələri qoşa nöqtə və bir də dostlar sual işarəsi. Bunlar istifadə edilə bilinməyənlər idi. Və yaxud da belə yazırdıq. Həmin bu 3 dənə xət, düz xət droplar, sonra qoşa nöqtə istifadə edilə bilinmirdi, sonra ulduz, sual işarələri və bir də çukurun işarəsini yadda saxlayırıq, dırnaq işarəsini də bura gətirmiş oluruq. Və bunlar istifadə edilə bilinməyən simvollar idi. İndi 1-də baxıram ki, istifadə edilməyən simvol qoşa nöqtə verilib. 3-də də verilib dırnaq işarəsi. Yəni bu şəkildə 1 ilə 3-ü bunlara görə atdıq. Bir də bizdə istifadə edilə bilməyən adlar var idi. Yəni məsələn AUX istifadə edilə bilməz. PRN istifadə edilə bilməz. John istifadə edilə bilməz. Sonra istifadə edilə bilinməyənlərdən null var idi. Sonra istifadə edilə bilinməyənlərdən LPT 0-dan LPT 9-a kimi, yəni LPT 0, LPT 1, LPT 2, bir də COM 0-dan COM 9-a kimi. İndi dostlar, görürəm ki 6-da PRN yazır. Məsələn, PRN.jpg deyə bir şey ola bilməz. Amma COM 2 ola bilər. Yadda saxlayın. Yanında ixtiyarı hər hansı bir simvol olanda istifadə edilə bilir. 2, 4-də isə ümumiyyətlə hər hansı bir icazə verilməyən simvol və yaxud da söz yoxdur deyə 2, 4, 5 doğru cavabımız olur. Burada yazırıq 2, 4, 5 şəklində cavabımızı. Keçirik növbəti suala. Çıxış qurğuları hansıdır? Mouse dostlar bizdə giriş qurğusudur. Manipulyator qurğusu da deyirlər. Trackball mouse'a bənzər bir qurğudur.
Köhnə mouselardan biri idi. Hələ də istifadə edən var yəqin ki. Onun bir dənə baş barmaq altında belə təkərləyi var idi, təkəri var idi. Onunla da hərəkətlər eləmək olurdu. İndi dostlar, TV Tuner bizdə giriş qurğusudur. Monitor, plotter və printer isə dostlar çıxış qurğumuzdur. 4, 5, 6 oldu doğru cavabımız. 48-ə gəlirəm. 48-də deyir ki, doğru fikirləri müəyyən edin. Word-lə bağlı. Sənətdə sözlərin, simvolların, abzasların və sətirlərin sayını təyin etmək üçün referens lent tabının əmrlərinə istifadə olunur. Dostlar, sənətdə sözlər, simvollar, abzaslar və sətirlərin sayı birincisi bizdə rahatlıqla status barda görünə bilər. Amma ən ideal yolu review'ya gələndə burada word count var. Word count da dostlar bütün statistika göstərilmiş olur. Burada görünə bilər. Bütün statistika bu hissədə görünmüş olur. Ona görə cavab kimi, yəni burada biz biri doğru götürməyəcəyik. Çünki səhvdir. Birdə deyir referensiz, cavab isə ora üçün layout olmalı idi. Gəlirəm, ona görə biri bir dənə üzərinə xət çəkəcəm inşallah. Çəkə bilsəm. Sonra deyir ki, tək və cüt səhifələrin kalenti titulları layout tabındakı əmrlərlə fərqləndirilir. Bəli dostlar, layouta gələndə page setupda bu balaca oxa basanda page setup pəncərəsi açılır. Burada layout bölməsində bizim header footer'ın cüt və tək nömrəli səhifədə fərqlənməsini təyin eləyə bilərik. Ona görə 2 tamamilə doğru variantımız olacaq. 2-ni gəlirik, təyin edirik doğru kimi. Sonra dostlar, sənətdə qrammatik səhvlər qırmızı, orfoqrafik səhvlər yaşıl dalğalı xətlərlə göstərilir. Xeyr dostlar, qrammatik səhvlər olur mavi xətlər, orfoqrafik səhvlər isə olacaq qırmızı xətlər. 4. Convert text to table əmri insert lent tabında yerləşir. Bəli dostlar, insert lent tabına gələndə burada table'ın altında convert text to table əmri var. Yəni insertdə yerləşdiyi tamamilə doğrudur. 5. Səhifənin kənar boşluqları page length qrupundakı margins əmri vasitəsilə təyin edilir. Bəli dostlar, səhifənin kənar boşluqlarına gəlirəm. Görüm o hardan icra edilmiş olur. Səhifənin kənar boşluqlarına gələndə. İndi baxın, burada layout hissəsinə gələndə burada page setup var. Page setupdakı marginsdən icra olunur. Amma burada yazılan qrup nədir? Page length qrupudur. Diqqətli olun. Ona görə səhvdir. Çünki page length qrupu insertdə yerləşir. Burada kənar boşluqlar və s. təyin edilmir. Ona görə 48-də biz 5 variantını götürməmiş olacaq. İndi deməli 48-in cavabı, yəni başqa bir şey yoxdursa 2-4 şəklində olmalıdır. Bir dənə mouse'u yenə bağlayaq rahat hərəkət eləmək üçün. Bəli, başqa variant yoxdur. Ona görə bir dənə qəşəngcə bura 2-4'ümüzü yazaq. Deməli, doğru cavabımız 2-4 çıxmış oldu. İndi gəlirik növbəti 49 nömrəli suala. 101 ikilik say sistemində vurulsun. 12 8 say sistemində plus 12 16 say sistemində cəmi ikili say sistemində yazılarsa neçə ədəd birdən istifadə olunur? İndi dostlar, bunu ikilik say sistemində olduğunu bilirik. Bizə zaten özü də qeyd edib. İkilikdən birinci bunların hamısını çevirəcəm onluğa. Çünki biz hər hansı bir şeyi hesablamaları hansı say sistemində edirik? Onluq say sistemində. İndi bunu onluq say sistemində çevirəndə 0, 1, 2 yazdım. 1'i vuracağım 2 üstü 2'ye. 1 vurulsun 2 üstü 2 plus. 0'ı boş veririk. Bu 1 də vurulur 2 üstü 0'a. Yəni 4 plus 1 birinci ədədim oldu 5 şəklində. Bura oldu 5. Gələk bunu 8-dən də onluğa keçəndə yenə indeksləmə eləyirik. 0, 1 yazırıq. 1'i vuram 8 üstü 1'ə və üstünə gəlirəm 2 vurulsun 8 üstü 0. Bu şəkildə eləyəndə dostlar 8, bu da 1'dir. 2 vurulsun 1, 2 verəcək bizə 10 qiymətini. Bura oldu 10. Arada da vurma işarəsi. Plus araya vurma işarəsini belə yazdım. 12'nin 16'dan çevirək onluğa 0, 1 yazdım. 1 vurulsun 16 üstü 1. Üstə gəlsin 2 vurulsun 16 üstü 0 yazırıq. 2 vurulsun 16 üstü 0. 2 vurulsun 16 üstü 0. Bura 1'dir. 2 vurulsun 1, 2 plus 1 vur 16, 16. 16 plus 2 neçə eləyəcək? 18. İndi dostlar, bunları təbii ki qaldı. İndi hesablamaq. Dostlar, ilk olaraq vurma edilir. 5 vur 10, 50. 50 plus 18 verəcək bizə 68. İndi 68'i ikili say sistemində ifadə eləməliyik ki, görək neçə dənə 1 var tərkibində. 68'i ona görə parçalayıram 2'nin qüvvətlərinə. 68, 64 plus 4 şəklində göstərilir. 64 2 üstü 6'dır. 4 də 2 üstü 2'dir. Bayaq fikir versəz, buna bənzər sual eləyəndə dedik ki, neçə də 2'nin qüvvəti görürüksə, o qədər 1 var. Deməli, cavab 2 dənədir. Yoxlayaq. Ən böyük qüvvət 6'dır. 6, 5, 4, 3, 2, 1, 0'ı yazırıq.
6-nı görürük 1, 2-ni görürük 1-i yazdım. Digərlərini isə sıfırları yazanda yenə görürəm ki, həqiqətən 2 dənə 1-i var imiş. Cavab oldu 2 şəklində. Və gəlirik dostlar son sualımıza. 50 nömrəli suala. Uyğunluğu müəyyən edin. Qrafiki redaktorlar verib, tərcümə proqramları verib, Rubis verib. Və biz də qalmışıq indi bunların doğru cavabını müəyyənləşdirməyə çalışacağıq. İndi qrafik redaktorlar olaraq baxa burada nələr verilib. Dostlar, Paint qrafik redaktordur. Hətta ən sadə qrafik redaktorlarımızdan biri sayılmış olur. Polyglot dostlar, lüğət proqramıdır, tərcümə proqramı deyil, çaşdırmayaq. Paradox bizdə verilənlər bazasının idarə etmə proqramıdır. Clipper var, Paradox var, Access var və s. Paint'i zaten dedik qrafik redaktordur. Multi-edit bizdə dostlar metin redaktorudur. Amy Pro var, Lexicon var, Writer var, Word var. Socrates isə tərcümə proqramıdır. Yadınızdansa necə yadda saxlayın demişdim. O, ürək çəkdim. Y variantı ürək oldu. Dostlar, Y variantı belə çəkə. Demişdik ki, bizim həmin bu fəlsəfə məktəbindən də Sokrat. Bilirik ki, Yunanca yazır. Biz o Yunanca başa düşmürük deyə biz tərcümə proqramlarından istifadə eləməliyik. Yunan dilinə tərcümə eləsin bizə. Onda Sokrat oradan yadımızda qalmalı idi. Dostlar, ürək çəkmişkən, onda bir dənə qəşəng sizə bir ürək çəkin burada. Bir dənə indi düzəldər inşallah özün. Hər biriniz sevilirsiniz. Növbəti video dərslərdə və izahlarda görüşmək ümidi ilə Allahümanla. Uğurlar hər birinizə.